Hər vaxtınız xeyirli olsun, əziz CBC Sport tamaşaçıları. Qəbələ Şəhər Stadionundan reportajımız start götürür. Gözəl Qəbələdə Misli Premier Liqası çərçivəsində 22-ci tur qarşılaşması Qəbələ Karvan Yevlax oyunu keçiriləcək və bu maraqlı maçı Sürprizlər kanalı efirində canlı olaraq izləyəcəyik. Budur, oyuncular və hakimlər görsünlər. Biz də heyətlərə keçid alaq. Qəbələ komandasından başlayaq. 1 Səlahət Ağayev, 28 Kapitan Murad Musayev, 7 Turan Manafov, 27 Eşkin Əhmədov, 33 Seydina Keyta, 50 Atrel Balua, 6 Xaymə Serra, 8 Sambo Sissoko, 16 İsak Amua, 14 Domi Masumo və 30 nömrə Prince Ovusu Qəbələ komandasını Kaxaber Tsadadze çalışdırır. Görüşü Kamal Umudlu idarə edəcək. Köməkçiləri Vüsal Məmmədovla Mir Nihat Seyidov, 4-cü hakim Rövşən Rəcəbov bu qarşılaşmada var. Vüqar Həsənlidir, yardımçısı isə Kamran Bayramov, hakim inspektor Orxan Məmmədov, AFA nümayəndəsi Bəhram Qurbanov. Qonaq Karvan Yevlaxın heyəti 99 Pedro Mateuş, 32 Kapitan Elvin Yunuszadə, 6 Vadim Abdullayev, 16 Rauf Rüstəmli, 5 Emin Rüstəmov, 20 Joy Slade Mikkels. Artıq oyunun başlaması üçün hər şey hazır görünür. Diqqətlər Kamal Umudluya yönəlib. Oyuna Karvan Yevlax futbolçuları başlayırlar. Qarşılaşma start götürdü. Şərhçiniz Nurlan Valihoğludur. Amua sərgəsiz ötürməyə qapçıya Səlahət Ağayev. İndi qonaqlar topu qazanırlar. Spens qapı qarşısına ötürməsi. Bir neçə futbolçu ilə hücumdadır Karvan Yevlax. Yerdə qalan oyuncular və penalti. Kamal Umudlu tərəddüd etmədən penalti nöqtəsini göstərir. Sözsüz ki, VAR-da baxılacaq. Ayağa zərbə var yoxsa yox. Bax, bunu yoxlayacaqlar. Mən elə gəlir ki, Seydina Keyta orada. Joy Slade Mikkelsin ayağına toxunmuşdu. Bu zərbə penaltini vurmuşdu. Kəpəzli oyunda. Maraqlı məqam bax burada topun meydanı tərk edib etməməsidir. Ardıcıl 2 maraqlı epizod yarandı əslində. Nəticədə penalti qərarı ləğv olunur. Kücdən zərbə. Həkimlərin ağrı kəsicinə ehtiyacı var. Kücdən zərbə qısa şəkildə yerinə yetirilir. Kyle Spence qapı qarşısına ötürmə etdi. Başla zərbə və gol! Karvan Yevlax önə keçir. 1-0. Dəqiq baş zərbəsi ilə hesabı açır İmani Barker. İmani Barker'in goluyla öne geçir Karvan Yevlax. Standart vəziyyətin davamında. Bax belə hər kəsi qabaqladı. İmani Barker. Murad Musayev onu qarşılamağa çalışdı amma dayandırma mümkün olmur İmani Barker'i. Müdafiəçisinin qoluyla qolu xatırlayırıq burada. İmani Barker başla dəqiq zərbə endirir. Kyle Spence'in ötürməsini qola çevirir İmani Barker. Rauf Rüstəmli geri ötürməyində Akinade'ye gəlir. Akinade yerdə qalır. Penalti meydana daxil oldu və dərhal da komandası üçün fayda verir. İsmail Akinade. Pedro Mateuş'a sarı vərəqi göstərilir. Və Qəbələ penalti yerinə yetirəcək. İsmail Akinade sırılmağa çalışdı Pedro Mateuş'dan və toxunuş penaltidir. Qapısını keçib boş qapını nişan almaq istəyirdi. İsmail Akinade. Seydina Keyta çempionatda ilk golunu vura bilər. Keyta yaxınlaşır. Keyta və gol!
Müdafiəçilərin qarşılıqlı qolları. Pedro Mateus istiqaməti düzgün təyin edə bilmir. Gerili aradan qaldırır Qəbələ. Seydina Keita. Əsas mərhələsinin təcrübəsi olan futbolçulardan Elvin Yusadə indi. Karvanyevların hücumda Səlahat Ağayev qapısını tərk edib. Səlahat topa toxunur. Serra'ya qarşı isə qayda pozuntusu qeydə alınır. Xaymə Serra. Moisin Qvisani'dən cərmi meydançasını ötürməyə gəlir. Uzaqlaşdırır Qəbələ futbolçusu. Kamal Umudlu isə oyunu dayandırdı və indi də ilk hissəni bitirən Fitiniz səsləndirir. Qəbələ Karvanyevlar 1-1. Komandalar fasiləyə bərabərliyi ilə yollanırlar. 12-14 dəqiqəlik fasilədən sonra ikinci hissə başlayacaq. İkinci hissə üçün yenidən Qəbələ şəhər stadionuna bağlanacaq. Kanalı dəyişməyin. Kamal Umudlu futbolçulara baxdı, köməkçilərə baxdı, Fitini səsləndirdi. İkinci hissə başlayır. Masumo. Akinadi'dən irəli doğru. Adriel Balua cərmi meydançasıdır. Balua və Pedro Mateus. Top üzərinə gəldi. Adriel Balua bir qədər də irəliyə bilərdi. İti bucaqdan çərçivəni nişan aldı. İkinci hissənin 15 dəqiqəsi geridə qalıb, heç nə ilə yadda qalmayıb. Qapı qarşısına indi. Ötürmə başla zərbə qapıcı Pedro Mateus. Pedro Mateus'dan əla seyv izləri. Murad Musayevin fərqləməsinə imkan vermir Pedro Mateus. Çox qüvvətli, yaxın məsafədən endirilən zərbə. Və Pedro Mateus'un reaksiyası. Həqiqətən də əla qurtarış idi. Eşkin Əhmədov istiqaməti ötürmə Eşkindən cərmi meydançasına Akinadi indirdi. Başla zərbə ilə Pedro. Pedro Mateus. Pedro Mateus komandasını ayaqda saxlayır. Gözəl seyv Pedro Mateus'dan. Qəbələ komandası indi. Küncdən zərbə üçün hazırdır. Qavi çox saxladı topu özündə. Turan Manafov indi aldı Vadim Abdullayevdən. Domi'dən ötürmə zərbə və Pedro Mateus özünü göstərirdi. Turan cərmi meydançasında ötürmə etməyi bacardı. Akinade düzəltdi, zərbə indirdi. Rəqib futbolçudan qayıdır. Hücumu davam edir Qəbələnin. Eşkin Əhmədov. Eşkin cərmi meydançasına göndərdi. Başla zərbə dəqiq deyil. Murad Musayev hücuma qoşuldu. Xaymənin ötürməsi Masumo'ya. Masumo zərbə indirmədi. Akinade'dən top. Akinade! Top qapıdan aralı keçir. Peter King topu komanda yoldaşını ötürə bilmir yaxın məsafədən. Beləliklə Kamal Umudlu qarşılaşmanı bitirən Fitini səsləndirir. Oyun 1-1 hesabı ilə başa çatır. Şəhçiniz Nurlan Valihoğlu idi. Yayımın rejissoru isə Teyyub Məmmədov. Yayımda əməyə keçən bütün əməkdaşlarımıza təşəkkürlər. Bizi izlədiyiniz üçün minnətdarıq. İdman heyecanlı CBC Sportda yaşayın. Özünüzdən müğayət olun.